Xəbərə keçməzdən əvvəl kanala abunə olmağınız xahiş olunur. Azərbaycanda belə ənənə var ki, may-iyun aylarında büdcəyə əlavələr və dəyişikliklər oluna bilər. Yəqin ki, mayın sonu iyun ayının əvvəllərində parlamentə büdcəyə əlavələr və dəyişikliklərlə bağlı qanun layihəsi təqdim olunacaq. İqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, burada bəzi sosial xərclərin, maaşların və təqaüdlərin artırılması nəzərdə tutula bilər. Bundan əvvəlki müzakirələrdə hər il minimum əmək haqqının artırılması ilə bağlı təklif var idi. Bu il hələ ki minimum əmək haqqı artırılmayıb. Ona görə minimum əmək haqqının və minimum təqaüdün artırılması ilə bağlı qanunvericilik təklifləri ola bilər. Düşünürəm ki, ən azı 10-15%lik artımlar gözlənilir. Qeyd edək ki, 2026-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti $65 nəzərdə tutulub. Hazırda isə Azeri Liqd markalı neftin bir barelinin qiyməti $100-dan baha satılır.